Rəhman və rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz inamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 8-ci günündə iftara doğru bizə dəyər verərək bizi izləyən çox dəyərli izləyicilərimiz. Allahın mərhəməti, şəfqəti, sağlam, bərəkətli, iman dolu ömrü, uzun ömrü hər birinizin üzərinə olsun. Bəli, yenə də İnam komandası, yenilməz bu İnam komandası ilə iftara doğru sizlərə xidmətdən şərəf duyaraq görüşünüzə gəldik. Allah Taala hər birinizin oruç və namazlarınızı qəbul etsin. Bir də ki, yenə bu duanı edirəm. Oruç tutmayan, namaz qılmayan, bu ayda yardımlaşan, paylaşan, müqəddəs şəhid doğmalarının evlərinə gedərək, bizlər sizlərə borcluyuq deyən, qəhrəman qazilərimizi ziyarət edən, onlarla paylaşan, yardımlaşan bütün könül sahiblərinin də könlü abad olsun, mal və mülklərinin bərəkətinə qoy mübarək səbəbə çevrilsin. Mən öncə bütün Azərbaycan xanımlarını dualarımla, ilahi təslimiyyətimdən, qəlbimdən süzülüb gələn dualarımla təbrik edirəm. Müqəddəs şəhid doğmaları olan mübarək xanımların qarşısında baş əyirəm və hər birinə Allahdan güc və qüvvət diləyirəm. Bəli, yenə də fərqli qonaqlarımızla görüşünüzə gəldik. Görüşünüzə gəldik ki, iftara doğru bizi izləyərkən könül dünyalarınızı bir daha fəth edə bilək. Çox dəyərli dini qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun dekanı, ilahiyyatçı alim, məncə bunu da demək mütləq lazımdır. Azərbaycanın mənəvi mühitində, Azərbaycanın dini mühitində xanım ilahiyyatçılar arasında öz sözünü demiş əsl ilahiyyatçı, əsl elm, əsl iman adamı Elnura xanım Əzizova. Elnura xanım, xoş gəldiniz. Xoş gördük, hörmətli seyidimiz. Təşəkkür edirəm sizə və İnam komandasına. Ümumilikdə Ramazan ayı başlayandan etibarən xalqımız üçün gördüyünüz bu müqəddəs işin, bu mübarək işin düşünürəm ki, bu dünyada da, o biri dünyada da qarşılığını İnam komandası olaraq alacaqsınız. Mən fürsətdən istifadə edib İnam sevərləri, İnam verilişinin daimi izləyicilərini də Ramazan günləri münasibətlə təbrik edirəm. Xüsusilə xanımlarımızı, şəhid yaxınları olan xanımlarımızı, analarımızı, bacılarımızı və bütün Azərbaycan qadınlarını bugünün xüsusi günün səbəbilə də təbrik edirəm. Onlara xeyirli Ramazanlar və 8 Mart təbriklərimi çatdırıram. Gözəl ruhlu bir təbrik oldu. Biz də İnam komandası adına, Space televiziyası adına sizi dualarımızla təbrik edirik. Sizin timsalınızda bizi izləyən xanım izləyicilərimizi də dualarımızla təbrik edirik. Danışacağıq. Suallarımız çoxdur sizə. Çünki Azərbaycanın mənəvi mühitində, dini mühitində siz ilahiyyatçı, alim olaraq xanımlar içərisində öz sözünü demiş ilahiyyatçılərdənsiniz. Mənim digər qardaşlarım Azərbaycan mədəniyyətində öz imzasını artıq təsdiqləmiş, 100 minlərin sevimlisidir desək günah olar, milyonların sevimlisinə çevrilən, hətta öz imanı ilə, öz əxlaqı ilə, öz vəfası ilə tanınan və qəbul olunan gözəl qardaşım, bilərəm 30 ildir, yəqin ki, tamamlanar, Feyruz Səxavət, Respublikanın əməkdar artisti. Mən xalqın sənətkarı adlandırıram. İnamın işində bir neçə nəfər ki var, mən onları xalqın sənətkarı adlandırıram. Yəqin hüquqi baxımdan da öz təsdiqini tapacaqdır. Xoş gördük, əziz qardaşım. Çox sağ ol, Seyid. Mən də salamlayıram sizi və təbii ki, İnam komandasını və bizi dinləyən tamaşaçılarımızı və bugün təbii ki, 8 Mart'da biz elə hamımız borcluyuq. Bütün xanımları təbrik edək. Allah onların üzündən heç vaxt təbəssüm əksik eləməsin. Amin, inşallah. Və mənə nə xoş ki, çox təşəkkür edirəm ki, yenə də bu il hər il olan kimi dəvət eləmsiniz. Bizə xoşdur. Çünki bizim həqiqətən də içimizdə bir, nə bilim, ruhumuz təmizləşir. Allah razı olsun. Gözəlləşir. Ona görə çox sağ olun, minnətdarım. Var olasın. Mən rəhbəri olduğunuz Ağdam kollecinin direktoru kimi təqdim etmədim. Niyə təqdim etmədim? Ona görə ki, o da ilk təbrik edənlərdən biri mən idim. Allah razı olsun Mədəniyyət Nazirinin rəhbərliyindən. Təhsil Nazirliyi. Təhsil Nazirliyi. Elə onlardan da Allah razı olsun. Və doğma Ağdamımızda həmin kollecin direktoru sizin olmanız Azərbaycan musiqisinə,
Azərbaycan mədəniyyətinə yeni uğurların gəlməsinə mübarək bir səbəbdir. Ancaq Feyruz Səxavət, Allah Səxavətin ruhunu şad etsin. İnşallah da şaddır, çünki doğma diyarı bütöv Qarabağ azaddır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Allah qalib sərkərdəmizdən razı olsun. Feyruz Səxavət yetərlidir, ona görə belə təqdim etdim. Respublikanın əməkdar artisti, öz gözəl əxlaqı ilə, davranışı ilə, sənəti ilə sayılıb seçilən sənətkarımız Əlağa qardaşım, sizi də xoş gördük. Hər biriniz xalqın sənətkarısınız. Xəyyam qardaşımız, siz də əməkdar artistsiniz də, Respublikanın əməkdar artisti. Artıq gözümüz aydın, Cəbrayılın sularından rahat içə bilirsiniz. Xəyyam qardaşımız, əxlaqı ilə, sənəti ilə nümunəyə çevrilən sənətkarlarımız. Var olasınız, Allah sizləri qorusun. Əmrah Eminov, İlahiyyat İnstitutunun dekanının yanında Quran oxumağın bir məsuliyyəti var. Ancaq nə edək ki, artıq milyonlar sənin səsinin sehrində, sən onların könüllərini fəth edə bilmirsən. Artıq ilahiyyatçı deyə bilərik də, Elnura müəllimə. Gənc ilahiyyatçı öz gözəl Quran avazı ilə 100 minlərin könlünü fəth edən Əmrah Eminov. Əmrah, yaxşısan inşallah. Çox sağ olun Seydim, yaxşıyam. Siz yaxşı olun. Allah razı olsun. Əziz izləyicilərimiz, Əmrah gecə bilmir, gündüz bilmir. İnam komandasının üzvü olaraq Space televiziyasında qalır hətta. Yəni, biz də zaten imsakdan, iftardan imsaka qədər buradayıq. Ancaq Əmrah bütünlüklə, hətta o sualların cavablandırılmasında xanım redaktora dəstək olur. Əmrah, niyyət bəllidir. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, bütün vətən şəhidləri, 1-ci Qarabağ müharibəsinin şəhidləri və bugünkü gündə inanıram ki, Səxavətin də ruhu burada, Səxavət Məmmədovun da ruhu burada dolaşır. Artıq nigaran ruh sahibi deyil, çünki Feyruz buradadır. Səxavətin timsalında nə qədər sənət adamları olublar, vətəninə, dövlətinə, mənəvi dəyərlərinə, Azərbaycan mədəniyyətinə Yaqub Məmmədovu unutmaq olmaz. O ruhlar üçün də niyyət edəcəksən. Ulu öndərimiz, ümumilli liderimiz, ölkədə milli, mənəvi, dini dəyərlərin, mədəni irsimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ulu öndərimiz Heydər Əliyev cənablarının da əziz ruhu üçün hədiyyə edək. Bir də kimlər üçün? Hazırda bizi izləyən tamaşaçılarımızın rəhməti gedənlərini yad edirik. Çox təşəkkür edirəm. Xanım redaktor isə başqa sözlə söylüyor. Biz YouTube kanalında bizi izləyənlər var. Digər sosial şəbəkələrdə canlı yayımdayıq. Onların da vəfat etmişləri üçün niyyət et ki, Quranı üzünə oxuya bilməyib, amma aparıb verirlər, pul verirlər, pul verməsinlər. Necə hər cümə Quran qiraətini həyata keçiririk, bilsinlər ki, Ramazan günləri də hər gün imsakda, iftarda onların da vəfat etmişlərini Quran kəramları ilə yad edəcək. Məncə bu da bir nümunədir, Nura xanım. Tam ilahiyyat baxımından da yanlışlıq yoxdur. Doğru. Təşəkkür edirəm. Eləsə, ya Allah, bismillah. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. فاذكروني أذكركم واشكروا لي ولا تكفرون يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين ولا تقولوا لمن يقتل في سبيل الله أموات
بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Salam olsun gönüllərin sultanı, axırın və əvvəlin seyyidi, İslamın günəşi Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun dörd xəlifiyə. Salam olsun siddiqlərə, sadiqlərə, müttəqilərə. Bir də bu əziz günlərdə adları anılmayan, qəbirləri 10 illərlə, 100 illərlə ziyarət olunmayan bir Fatihə, bir salavata möhtac qalan niskilli Rus sahiblərinə. Bir də Allahın sağlıq və salamı olsun müqəddəs şəhid doğmalarının, qəhrəman qazilərimizin sosial şəbəkələrdə, İnamın YouTube kanalında, Space televiziyasını izləyən ekran qarşısında bizə danışdıqlarımıza, söhbətlərimizə hakim kəsilən və kəsiləcək hər bir kəsin üzərinə. Əmrah, Allah elminə, zehninə, ruhuna güc versin. Allah razı olsun. Allah bütün xalqımızın, bu an bizi izləyənlərin, qonaqlarımızın, sevdiklərimizin ruhunu Rəbbim xeyirlisi ilə bəzəsin. Çox qısa formada oxuduğun surənin hansı ayəsidir? Mənasını söyləsən, şad olaraq. Bəli, əziz seyircim, sizin icazənizlə, hörmətli dekanımızın icazəsi ilə, ustadlarımızın icazəsi ilə oxuduğum ayələr Bəqərə surəsinin 151 və 154-cü ayələrini ehtiva etdi. Uca Allah buyurur ki, məni xatırlayın, məni yad edin, mən də sizi yad edim. Mənə şükr edin, küfr etməyin. Ey iman gətirənlər, səbr edib namaz qılmaqla Allahdan kömək diləyin. Ayənin davamında isə buyurulur ki, Allah yolunda ölənlərə ölüdürlər deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz, dərk etmirsiniz. Həqiqətən uca, əzəmətli Allah doğru buyurur. Təşəkkür edirəm Əmrah. Çox sağ ol. Allah səndən razı olsun. Xanım redaktor, sponsora keçid edirikmi? Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə.
İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. Rəbbimiz sponsorlarımızın hər birinin halal ruzisini xeyirlisi ilə çoxaltsın. Bəli, digər qonağımı məncə təqdim etməyə o qədər ehtiyac yoxdur. Artıq inamın işığında illərdir ki, yüz minlərin, milyonların sevilməsinə çevrildi. Öz zəhməti ilə, elmi ilə, xidməti ilə Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, ilahiyyatçı, alim Kövsər Tağıyev. Maşallah, dekan burada, dekan müavini burada. Allah nəzərdən qorusun. Necəsiz Kövsər müəllim? Allah razı olsun Seydim, teşekkür ederim. Lənkərandan döndüyünüz neçə saat olar? 1 saat olar ya olmaz. Allah razı olsun. Nə bizi, nə də müdürünü tək qoymadın. Allah da sizi tək qoymasın. Bəli, mən ilk sualı bilirəm, xanım redaktor söyləyir ki, artıq minlərlə deyil, daha çoxdur suallar. Ancaq ilk sualımı çox dəyərli, hörmətli Elnura xanım burada olduğundan istifadə etmək istəyirəm. Sevgili Peyğəmbərimizin qadınlara münasibəti, bütövlükdə İslamın gətirdiyi qaydalar içərisində qadın haqlarına münasibət. Məncə bugün həm də sizlərin günüdür. Ona görə belə başlasaq təqdir olunasıdır. Söz sizin olsun. Təşəkkür edirəm, hörmətli Seydimiz. Biz Həzrət Peyğəmbərin qadınlara münasibətini ümumilikdə İslamın nazil olduğu dövrdə, İslamın yarandığı dövrdə cəmiyyətdə qadının mövqeyi ilə yaxından əlaqələndirməliyik. Biz baxmalıyıq ki, həmin dövrdə qadın cəmiyyətdə necə bir statusa, necə bir rola malik idi və Həzrət Peyğəmbər bunu hansı şəkildə dəyişdirdi. Əlbəttə, Həzrət Peyğəmbərin qadına münasibətinin təməlində Qurani-Kərimin əsas ümumi müddəaları, ümumi prinsipləri dayanır. Buna görə biz hüquqlardan məhrum olmuş, qadın hüquqlarından məhrum olmuş bir cəmiyyətə Həzrət Peyğəmbərin və İslamın gətirdiyi hüquqlardan danışırıq. Bu hüquqların başında iqtisadi hüquqlar var, siyasi hüquqlar var. Ailə içərisində qadının ana kimi, həyat yoldaşı kimi, bacı kimi, qız övladı kimi mövcud olmayan hüquqlarının biz İslamla, həmin dövrün ərəb cəmiyyətində mövcud olmayan hüquqların İslamla necə üst mərtəbəyə, dövrünün çox-çox fövqündə bir yerə gəlib çıxdığını görürük. Başından bunu qeyd edək ki, Qurani-Kərim qadınlara elə iqtisadi hüquqları verməklə onları cəmiyyətdə çox fərqli, güclü bir fiqura çevirdi. Doğrudur. Bəzən cəmiyyətin qadın, İslam və İslamda qadın hüquqları ilə əlaqəli məsələyə baxışı bir mənalı olmur. Belə iradlara da rast gəlirik. Biz, yəni İslam qadına bu qədər niyə dəyər verdi ki? İslam azadlıq verib niyə bu qədər azadlıq verdi? Çünki o məhrum idi bundan. Əgər bu qədər məhrum olmasaydı, bu qədər ona hüquqlar verilmiş olmazdı. Yəni, qadınla kişinin həmin dövrdə yaxın hüquqları olmuş olsaydı, İslam bu mövzunun üzərində çox da durmazdı yəqin ki. Amma biz bəlkə də qadın hüquqlarının müdafiəçisi kimi ilk İslamda Həzrət Peyğəmbəri görə bilərik. Çünki Qurani-Kərimdə qadınların sırf istəyinə və yaxud iradlarına görə nazil olan çox saylı ayələr var. Bəli, bəli. Yəni, bu onu göstərir ki, həmin cəmiyyətdə qadınların bir hüququndan məhrum olan cəmiyyətin bir üzvü kimi bu hüquqları bərpa etməsi və yaxud geri alması Qurani-Kərim və Həzrət Peyğəmbərin bunu təbliğ ilə mümkün olmuşdur. Və özünün də nümunəsi əsrlər keçsə də keçərlidir. Çünki İslamın gətirdiyi qaydalar içərisində Qurani-Kərimə nəzər saldıqda, hədislərin işığına baxdıqda qadın haqlarının israrlı olaraq müdafiəsi, mühafizə olunmasının gərəkliyini görürük. Çox təəssüflər olsun ki, bəzi təkfirçi zihniyyətin daşıyıcıları var ki, bəlkə də Ramazanın ruhuna biraz uyğun deyil, amma bunu söyləməliyəm ki, nə yazıqlar olsun ki, günümüzdə də, ölkəmizdə də qrup halında da olsa, bəzi təkfirçi zihniyyətin daşıyıcıları var ki, onlar qadınların İslam tərəfindən tanınan o haqq və hürriyyətlərini tanımırlar. Amma onu da İslam adına iddia edirlər. Bu isə məncə din adına, İslam adına həqarətdir. Bu yanaşma necə? Doğrudurmu?
tamamilə haqlısınız. Belə bir yanaşma mövcuddur. Bu İslamın ruhuna zidd olan bir yanaşmadır. Nəyə görə belə biz düşünürük? Çünki elə Həzrət Peyğəmbərin yaşadığı dövrdə, İslamın yarandığı dövrdə də, İlk dövrdən bəli, ilk dövrdə də müsəlman kişilər bu hüquqları rahatlıqla qəbul etmədilər ki. Yəni bu mövcud cəmiyyət içərisində kişi hakimliyinin, kişi gücünün, iqtidarının yüksək olduğu bir cəmiyyət içərisində qadınlara Quran tərəfindən və yaxud Peyğəmbər tərəfindən, Peyğəmbərin sünnəsi ilə belə bir hüquqların verilməsi çox da bir mənalı qarşılanmadı. O dövrün cəmiyyətində də bu böyük təpkilərlə qarşılaşdı. Ciddi əks reaksiyalara səbəb oldu. Amma bu sosial dəyişiklikdir və sosial dəyişikliklər inqilablar qədər qısa zamanda nəticə vermirlər. Əksən və bu gün bir bariz nümunə də dünyəvi ölkə olan Azərbaycanda Azərbaycan İlahiyyat İnstitutunun ilahiyyatçı xanım, alim, dekan Azərbaycan xanımlarına və Azərbaycan kişilərinə 8 mart günü qadın haqları, qadın haqq və hürriyyətlərinin mühafizə olunması, qorunması ilə bağlı xitab edir. Budur dəyərlər. Bu dəyərlərin qorunması düşünürəm ki, Azərbaycanın özündə, ölkəmizin daxilində mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasıdır. Və bu dəyərlərin mühafizə olunması Azərbaycan dövlətçiliyinin mühafizə olunmasıdır. Buna görə sizə də ayrıca təşəkkür edirəm. Var olasınız. Kövsər müəllimizə keçir. Həmd olsun Seyidim. Təşəkkürlər. Yorğunluq yoxdur ki. Ramazanın ilk 10 gününü artıq bir neçə gün sonra yekunlaşdırırıq. Təbii ki, müəyyən bir yorğunluq var, amma orqanizm də buna alışır, öyrəşir. Həmd olsun, oruc elə bir ibadətdir ki, bir güc alırsınız. Zaten mənəvi aldığınız o mənəvi güc orucun fiziki çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Aradan götürür. Təşəkkür edirəm. Feyruz müəllim necə keçir? Çox sağ olun. Mənim üçün maraqlıdır, sənət adamı, mədəniyyət adamı. Vallahi mən bir neçə ildir oruç tuturam. Çox yaxşı özümü hiss edirəm. Bilirəm, ona görə sual. Deyirəm, bu izləyicilər də bilsin. Yəni ki, insan ilə bir yüngülləşir. İnsan ilə bir tamam bir başqa aləmdir. Ona görə mənə yəni çox yaxşı təsirləyir və yenə deyirəm ki, çox xoşdur ki, Allah qurban olsun ki, bizə də o imkanı verir ki, onu tutaq da. Yəni, Allah razı olsun. Bilər ki, insan nə bilim xəstə olar tuta bilməzsən falan, amma şükür Allah biz tutaq. Allah razı olsun, Allah təala xalqımıza dərd verib, dərman axtartmasın. Bəlkə indiki ruhdan, enerjiden danışırıq. İftara doğru milyonlar bizi izləyir. Bəlkə də bu an gözlədikləri onların könül dünyasının fəthidir. O gözəl avazınızla və bu gözəl üçlüklə. Başla. perişan olmuş. Bir sen yar menzili al, zülfü perişan olmuş. Nala cülmü ki asılmasına ferman olmuş. Şahsen mülkün məlahətdə sənə qullar çox. Bir yoldur ki varıb Misirdə sultan olmuş. Rəhmid başı biri həşri günü yaxmayalar. Həşri günü yaxmayalar ki bu dünyada əsiri qəm hicran olmuş. Ay aman.
verib almış cənnət. Adəm əvvəl sərkoyun verib almış cənnət. Eşidib tanımalay, sonra peşiman olmuş aman ay dediler qəm gedirəm, dediler qəm gedirəm. Adə suçdun sensiz, qəm hicrana büfür, olmadı yolgan olmuş. Ey Füzuli, mənim əhvalıma bir vaqif yox. Böyle kim alem onun üstüne heyran olmuş amanım. Ne kadar küçelere sus etmiş, küçelere sus etmiş. Yar gelinde toz olmasın, yar gelinde toz olmasın. Ela gelsin, ela geçsin. Ela gelsin, ela geçsin. Aralıktan söz olmasın, aralıktan söz olmasın, aralıktan söz olmasın, aralıktan söz olmasın. Çox təşəkkür edirəm. Allah sizi qorusun. Allah bu səsi, bu avazı Azərbaycan xalqına çox görməsin. Allah gözəl sənətkarlarımızı da, Ədağa qardaşımızı da, Xəyyam qardaşımızı da əxlaqları ilə, davranışları ilə, sənətləri ilə necə könülləri bəzəyirlər. Allah könüllərinizi ailəcə abad etsin, fərəhlə doldursun. Siz çox sağ ol. Mən bir söz demək istəyirəm. Bu eşitdiyimizə görə də deyirlər bu oruç tutanlar, bayaq siz dediniz, mən özüm yəni çox yaxşı hiss edirəm bu oruç tutmaq. Amma deyirlər bu 25 kilometr, 30 kilometr Bəli. aralaşında bunu Bəli. açmaq lazımdır. Amma mən bilmirəm, indi bu o vaxt ki 90 da var görüşlərdə. O vaxtda deyirdilər ki, indi o vaxtı nə ilə piyada getmə. Amma maşınla indi hara getsək 4 saat. Mən şəxsən rayonda özüm həftədə gəlirəm gedirəm. Bilirəm, maşallah. Tuturam da. Yəni heç bir şey yoxdur da, ona görə deyirəm. Onun bir nə bilim əks tərəfi yoxdur ki. Allah razı olsun. Yoxdur, hə? Belə deyəsiniz cavab verir. Sadə Bakıdan adamlar burada olur. Yəni, həqiqətən dediyiniz kimi bu hüquqi məsələlərin, fiqhi məsələlərin ortaya çıxdığı dövrlə bugünkü dövr arasında çox ciddi fərq var. O dövrdə bir yerdən bir yerə getmək həqiqətən ağır bir məşəqqət idi və saatlarla, günlərlə yol ola bilərdi. Yəni 25 kilometri bəlkə bir gün sabahdan axşama qədər getməli olurdu. Amma bugün təyyarə ilə tutaq ki, bir saata başqa bir şəhərə çatırıq, 2 saata başqa bir ölkəyə çatırıq. O baxımdan bunu nəzərə alaraq da fiqh alimləri yeni güncəlləmələri gətirirlər. Nəticə etibarilə heç bir problemi yoxdur. Əgər tuta bilirsinizsə, bu səfəri məşəqqət görmürsünüzsə, tutmağınız daha savabdır əlbəttə. Allah razı olsun. Siz də hər zaman gəlib gedirsiniz Qarabağımızdan. Allah yerin göyün bəlasından qorusun, qəzasından, xətasından qorusun. Darıxmır Elnur xanım. Allah qorusun. Bəncə burada mənəvi bir mühit var. Hər biriniz ruhdaşıq. Dərhal onda suallardan qəbul edəkmi? Buyurun. Vaxtınız xeyir olsun İnam komandası. Hər birinizi ürəkdən salamlayıram. Mənim belə bir sualım olacaqdı ki, mən 5 ildir namaz qılıram. Son illərdir ki, mən namazda fikrim yayınır. Dünya problemlərinə fikrim qaçır. Namazımı xoş ilə qıla bilmirəm. Özüm də rahatlıq tapa bilmirəm. Mənim qıldığım namaz nə dərəcədə düzgün sayılır? Sualıma cavab versəniz çox sevinərəm. Allah razı olsun. Elnura xanım yoxsa siz? Buyurun Elnura xanım. Elnura xanım buyurun. Təşəkkür edirəm. Buyurun.
İbadətlərin ən önəmli tərəfi, ən önəmli cəhəti onların niyyəti ilə birbaşa əlaqəlidir. Dolayısıyla o izləyici xanım əgər ibadətləri saf niyyətlə edirsə və saf niyyətlə bu işə qoyulursa, bu işə başlayırsa, o namaz zamanı onun fikrinin dünyanın və yaxud məişət problemlərinə getməsi qeyri-ixtiyarı olursa, o zaman onun burada heç bir günahı yoxdur. Yəni, o qəsdli şəkildə namazını, dərəcəsini və yaxud namazının savabını azaldan bir davranış etmir. O dua etsin, mən düşünürəm ki, biz də onun üçün dua edək ki, o daha, bəli, daha fikrini, diqqətini namazına, ibadətinə daha dəqiq şəkildə verə biləcək günlər, namaz günlərinə çatsın və düşünürəm ki, əgər bu həqiqi, bu ixlasla davam edərsə, o problemlərini də həll edəcək və yenə də xuşu içində namazlarını qıla biləcək. Mükəmməl bir cavab və kiminlə görüşdə olduğunun fərqinə də vardıqda, elə bu da ilahi təslimiyyətdən qaynaqlanır. Mükəmməl bir cavabdır. Elə Azərbaycan İlahiyyat İnstitutunun dekanı da özü 8 mart günündə belə cavab verər. Buyurun, növbəti sual. Salam, hər vaxtınız xeyir olsun. Seydim, sizi və orada oturan qonaqlarımızı salamlayıram. Mənim sizə bir sualım var idi. Mən tezdən oruç tutanda niyyəti yeməkdən sonra eləyirəm. Bu düzgündür, yoxsa yanlışdır? Bir də sabah imtahanım vardı. Mənə dua eləyəsəz, çox sevinərəm. Allah razı olsun. Allah mühafizə etsin. Biz, deməli, dəyərli Elnura xanım, biz Kövsər müəllim bilir, komanda üzvü olaraq. Artıq siz də bugündən komanda üzvüsünüz. Biz iftardan imsaka kimi burada televiziyada fəaliyyət göstəririk. İnanın, yüzlərlə deyil, o minlərlə izləyicini demirəm. O minlərin içində çoxlu sayda nə qədər bizim yeniyetmələrimiz var. Bu dəyərlərə sahiblənən və Ramazanın fəzilətlərinin ağışında sehirlənmiş və oruc ibadəti ilə mənəvən silahlanmış bir gənclik ordusu var. Ona görə gözlərindən öpürəm belə gənclərimizin. Allah Taala abituriyentlərimiz var, tələbələrimiz var, şagirdlərimiz var. Allah Taala onların hər birinə zehin açıqlığı versin və xüsusi olaraq imtahan verəcək abituriyentlərimizə Rəbbim zehin açıqlığı verib onları qalib etsin və onları mənəvi dəyərlərə bağlı olanlardan qərar versin. Kövsər müəllim, buyurun. Amin Seydim, mən də dualarınıza iştirak edirəm. Niyyəti yeməkdən sonra etmək düzgün deyil. Necə düzgün deyil? Zahiri olaraq, əgər siz yemək yeyib imsak saatına qədər niyyətinizi edirsinizsə, bu oruç səhihdir, imsak saatına qədər. Amma adətən ənənəmizdə və dinimizin bizə tövsiyə etdiyi qayda gecədən oruca niyyət etməkdir. Çox üzr istəyirəm, dönə-dönə əfinizə sığıram. Bəlkə bir ayın niyyətini öncədən edin. Bəli, o da ola bilər. Bəli, ayın niyyətini əvvəlcədən etmək də var. Amma sünnə olaraq, Peyğəmbərimizin bir sünnəsi olaraq biz hər gecə, hər iftarımızı açanda sabahki gün orucu üçün niyyət edirik. Deyirik ki, sənin rızan üçün oruç tutduq, sənə inandıq, sənə güvəndik və sənin verdiyin ruzi ilə orucumuzu açdıq, sabahki orucumuza da niyyət etdik deyirik. Bu nə üçün vacibdir Seydim? Ola bilər ki, şəxs yatar, yuxuya qalar, niyyətini əgər axşamdan etməyibsə, oyanar, günün ortası var, ortası olubdur və niyyət etməyibdir. Niyyət etmədən ibadətə başlamaq olmaz. Yəni, bu nə demək olur? Düşünün ki, yəni, birisi yatıb, yuxuya qalıb, günorta oyanıb və günortadan sonra günün yarısını az keçirmişəm, niyyət edim, günortadan sonrası da ibadət olsun şəklində yanaşmaq olur. O baxımdan yaxşı olar ki, gecədən niyyət edilsin. Gecədən niyyət edilməyibsə, sahura qalxmaq öz-özlüyündə bir niyyətdir. Əgər bir insan sahura qalxırsa, bu öz-özlüyündə bir niyyətdir. Yəni, təkrar dilinə gətirməyə ehtiyac yoxdur. Amma dilinə gətirdiyi zaman da Peyğəmbərimizin bir sünnəsini yerinə yetirmiş olar. Təşəkkür edirəm. Çalışmaq lazımdır ki, bunu gecikdirməyək. Elnura xanıma mənim müəllimiyyə özümün özəl bir sualım var. Azərbaycan cəmiyyətində xanımların rolu getdikcə yüksələn xətt üzrə inkişaf edir. Və çox maraqlıdır ki, Azərbaycan cəmiyyətində inanslı xanımlar da nəzərə çarpacaq qədər aktivləşirlər. Azərbaycan dövlətçiliyi prinsipinə və bu dəyərlərə, mənəvi dəyərlərin işığında Azərbaycan dövlətçiliyinə xidmətin vacibliyini düşünən mən xüsusi olaraq fəal inanslı xanımlardan danışıram. Amma bəzən baxırıq ki, ibadət edir xanım,
ibadətinə düşkündür. İbadətinə düşkün olduğu halda hansısa yad düşüncələrin təsirinə düşdüyünün də fərqində oluruq. Biz bunu bugünkü gündə bəlkə də danışmaq kimsə deyər düz deyil, amma Azərbaycan dövlətçiliyinin mühafizə olunub qorunması bizim üçün şərəf və ləyaqətimizin qorunması qədər vacibdir. O düşüncəni daşıyan xanımlara sizin sözünüz nədir? Azərbaycan İlahiyyat İnstitutunun dekanı olaraq, inanclı bir ziyalı, işıqlı elm adamı olaraq. Çünki siz sevgili Peyğəmbərimizin həyatı ilə də bağlı müdafiəniz var, səhv demirəm ki. Bax, bu çox maraqsız mesajınız daha samballı, Feroz müəllim, daha keçərlidir. Daha çox ehtiyacı var. Buyurun. Təşəkkür edirəm, hörmətli seyidimiz. Qadınların kişilər kimi cəmiyyətdə xüsusilə inanc azadlığının, vicdan azadlığının, hüquqlarının verildiyi konstitusional hüquqlarla birlikdə artıq cəmiyyətdə bu son 30 ildə müstəqillik dövründə yeni bir nəsil yetişir və bu nəsil içərisində əlbəttə ki, dininə, inancına daha çox bağlı olan insanların da yetişməsi həm kişilər içərisində, həm qadınlar içərisində labüd bir prosesdir. Amma biz diqqətə alsaq ki, həmin prosesdə öz Azərbaycan müsəlman din modelimizi yaratmasaq, biz dini cəhətdən başqa dövlətlərin, eyni zamanda siyasi cəhətdən də onların müəyyən təsir dairəsinə düşmüş ola bilərik. Bunu hər hansı bir dini istiqamət üzrə, hər hansı bir fiqh məktəbi üzrə gedən xanımlarımız və kişilərimiz də eyni zamanda başa düşməlidirlər ki, onların yeganə məqsədi dinin əmrlərini yerinə yetirmək deyil, eyni zamanda vətən qarşısında məsuliyyətini dərk etməkdir. O, müstəqil şəkildə, yəni vakum içərisində yaşayan bir varlıq deyil. O bir cəmiyyətə mənsubdur, o bir dövlətə mənsubdur. O dövlətin bir çox məsələdə həmin o vətəndaşın dəstəyinə ehtiyacı var. Və belə olan halda o dindarlaşması ilə birlikdə öz Azərbaycançılığını, öz dövlətçiliyini, milli kimliyini qəti şəkildə kənarda qoymamalıdır. Mükəmməl bir cavabdır. Elnura xanım danışır, mən dua edirəm. Allah qalib sərkərdəmizdən, Qarabağın Fatihi, Müzəffər Ali Başkomandanımız İlham Əliyev cənablarından razı olsun bəzi günlərdə. Xüsusi niyə bu duanı son günlər daha çox edirəm? Çünki dini komitənin tabeliyində Feroz müəllim, biləsiniz, cənab prezidentin sərəncamı ilə 7 il bundan öncə, səhv edərəm birdən, 7 il bundan öncə Azərbaycan İlahiyyat İnstitutu yaradıldı. Və Azərbaycan İlahiyyat İnstitutunun milli kadrları, Kövsər müəllim etmiş, digər sadalamıram, indi buradadılar deyə, hörmətli Elnura xanıma qədər, görürsünüz, İslamın doğrularını necə elmi, nəzəri, insanların anlaya biləcəyi dillə, Quranın ehkamlarına uyğun bir şəkildə çatdırırlar. Hər hansı bir görüş təmsilçisi olaraq deyil, bütöv İslama xidmət, dini və milli kimliyin, vəhdətinin, şuurunun daşıyıcılığı ilə çatdırırlar. Və ona görə inamın işığında Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, artıq müəlliməsi sevilir və təqdir olunur. Bu da nədən qaynaqlanır? Kimlər ki, dininə, dövlətinə, bayrağına bağlıdır. Elə onlar mükəmməl Azərbaycan Respublikasının vətəndaşı və mükəmməl müsəlmandırlar. Mənim belə bir dəfələrlə yazılarım olub, üzr istəyirəm. Və düşünürəm ki, bu gün də bu şuurun daşıyıcıları çoxaldıqca Azərbaycan dövlətçiliyinin bütövlüyü də möhkəmlənəcək. Allah razı olsun. Sualdan birini qəbul edək, buyurun. Sualım budur ki, oruç tuturam, namaz qılmıram. Allah qismət eləsin namaz qılmağı. İndi müəyyən səbəblər olur, bilmirəm. Özüm süni bəhanə düzəldirəm. Hər nədə, axır nəticədə mən hələ namaz qılmıram. Namaz qılmadan tutulan oruçlar qəbuldurmu? Bax, bunu bilmək istəyirəm. Kövsər müəllim, buna da bənzər yüzlərlə suallar var. Bizdə Elnura xanım redaktörləri eyni bənzəyən sualları ümumiləşdirir. Sualın cavabını verək, yoxsa sponsora keçilir? Kövsər müəllim, buyurun. Bəli, xalq arasında əslində belə inanış var. Xanımın verdiyi sual da o inanışdan irəli gəlir. Bəzən ibadətlərdən bir baxıma, bəlkə də insanların səmimiyyətindən irəli gəlir, ibadətlərə verdiyi əhəmiyyətdən irəli gəlir ki, insanların dinini bütün görmək istəyirlər. Yəni, istəyirlər ki, müsəlman deyən, namaz qılan insan orucu da tutsun. Oruc tutursa əgər namazı da qılsın. Namazı və orucu yerinə yetirirsə, digər əməlləri də ona uyğun olsun. Yəni, cəmiyyətin mömin insandan bir gözləntisi var. Onun bütün
belə deyək, xüsusiyyətləri, möminə xas xüsusiyyətləri özündə əks etdirməsini istəyirlər. Bu təbii bir gözləntidir bəlkə, amma xurafata gedib çatanda artıq biz ona dur demək məcburiyyətindəyik. Çünki oruc ibadəti, namaz ibadəti və digər ibadətlər bunlar özü-özlüyündə ayrı-ayrı ibadətlərdir. Köksəm, dönə-dönə üzr istəyirəm. Siz komanda üzvüsünüz. Televiziyanın qaydaları var. Sponsora kesid etməliyik. Çox üzr istəyirəm. Əzana da giririk. Haqqınızı halal edin. Buyurun xanım redaktor. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. Artıq əziz izləyicilərimiz, əziz qonaqlarımız Bakı vaxtı ilə azan vaxtıdır. Əmrah, buyur. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayy ale's-salah. Hayy ale's-salah. Hayy alel-felah. Hayy alel-felah.
حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Allah razı olsun. Teşekkür ederim. Çok değerli Kövser müəllim, iftar duasını okumanızı təvəqqə ederim. Allahümme leke sumna ve bike amennâ ve aleyke tevekkelnâ ve ala rızkike eftarnâ. Allahümme ya Rabbena vagfir lana zunubena ve tekabbel minna bi rahmetike ya erhamer rahimin. Ey Allah'ım, senin rızan için oruç tuttuk. Sənə iman etdik, sənə inandık, sənə güvəndik, sənə təvəkkül etdik və sənin verdiyin ruzi ilə orucumuzu açırıq. Bizim günahlarımızı bağışla, oruçlarımızı bizdən qəbul et ya Rabbel Alemin. Amin. Allah qəbul etsin. Bakı vaxtı ilə bizimlə bərabər ekran qarşısında iftar açan bütün dəyərli izləyicilərimizin Allah Teala oruç və namazlarını qəbul etsin. Teşekkürler. Allah qəbul etsin. Vəfalı inamsevərlər, müqəddəs Ramazan ayının 8-ci günündə Bakı vaxtı ilə inamın işığında bizlərlə bərabər iftar açan çox dəyərli izləyicilərimiz. Allah Teala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Allah Teala könlümüzdən iman eşqini bir an olsa belə azaltmasın. Oruç tutmayan, namaz qılmayan,
Ancaq çoxlu sayda sevgili vətənimizdə iftar süfrələri təşkil edib, ora şəhid doğmalarını, haqq sahiblərini, qəhrəman qazilərimizi dəvət edən bütün inanslı insanlarımızın da Allah Taala etdiklərini öz dərgahında ibadət qismində qəbul etsin. Allah Taala o şəxslərə də oruç mədəniyyəti ilə mənəvən silahlanmağı da nəsib eləsin. Əziz və vəfalı inamsevərlər, Allah Taala kimlər ki qəlbində din var, kimlər ki vətəninə, dövlətinə, bayrağına, qalib sərkərdəsinə sevdalıdır, onların qəlb dünyasını, könül dünyasını fərəhlə bəzəsin. Bu arada mən Respublikanın xalq artisti əxlaqı ilə, ərkanı ilə, davranışı ilə tanınan, sevilən, 100 minlərin sevimlisinə sevrilən mənim də yaxın dostum Samir Cəfərova təşəkkür edirəm. O avaz, bu səs Samir Cəfərovun səsidir və ölməz bəstəkarımız, böyük bəstəkarımız Ramiz Mirişini də dualarımla anıram, məkanı cənnət olsun. Allah qəbul etsin. Necə keçir? Məncə indi biz çayımızı içmişik, iftarımızı etmişik. Burada yenə də ağırlıq sizin üzərinizə düşür. Başınız ucu olsun. Ən doğrusu odur da. İstəsən könlün kimin zülfün pərişan olmasın ya. İstəsən könlün kimin zülfü pərişan olmasın, ol qədər cövr etmənə ah etmə imkan olmasın. Eşqi qəsdi can etdisə mən həm şakirəm. Dərdi eşqi qəsdi can etdisə mən həm şakirəm. İstərəm cismimdə dərd olsun, dəxi can olmasın. Aydan, aydan, aydan mən. Köyündə cövlan ey pəri, qoymayaq yar eləsin köyündə cövlan ey pəri. Əhli mənlər maliki Mülkü Süleyman olmasın. Mübtəlay dərd eşqəm əl götür məndən təbii. Eşqəm əl götür məndən təbib, öylə kim, öylə bir tədbir qıl, bu dərdə dərman olmasın. Sabira, sabira ümidi vəsl ilə qəm-u hicrana döz. Hansı bir müşküldür ki səbrlə asan olmasın. Ay aman aman, ay aman aman. Ay dala dala
Allah səsinə, nəfəsinə güc versin. Allah sizləri qorusun. Allah Taala bu sənətin qiyamətə qədər qorunub, mühafizə olunmasını qismət etsin bu xalq üçün. Bax, çox hörmətli Elnura müəllimə, deyirlər musiqi haramdır. Hansı musiqi haramdır? Deyir, hansı müşkül səbirlə asan olmaz. O dəyərlərə çağırır. O mənəvi ruha köklüyür. Milli vətənpərvərlik ruhundan tutmuş, İslamın gətirdiyi qaydalar içərisindəki səbr anlayışına qədər. Bunu mən necə söyləyim ki, bu haramdır? Olur mu Kövsər müəllim? Olmaz. Allah razı olsun. Onda dərhal sual qəbul edək. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. Sizi və qonaqlarınızı salamlayıram. Mənim sualım bundan ibarətdir ki, mən özüm təyyarə bələdçisi olaraq çalışıram və işimlə əlaqədar təbii ki, tez-tez səfərlərdə oluram. Eyni zamanda orucda tuturam. Dünən biz səfərdə idik. Bakı vaxtı ilə iftar zamanı mən baxdım, artıq biz göydəydik həmin zaman. Hava qaralmamışdı. Yəni gün hələ batmamışdı. Və mən gözlədim ki, tam olaraq gün batsın, hava müəyyən qədər qaralsın, ondan sonra açım. O da gəldi saat 20:20-də oldu. Mən indi soruşmaq istəyirəm ki, mən belə hallarda nəyə əsasən iftarımı açmalıyam? Yəni də havanın tam olaraq qaralmağını mı gözləməliyəm? Tam deyən günəşin batmasını mı gözləməliyəm? Yoxsa başqa bir üsul var? Yəni əgər varsa mənə zəhmət olmasa bildirərdiniz. Bələdçi xanıma təşəkkür edirəm. Təyyarə bələdçisi, imana, ilahi etiqada sahib olan Azərbaycan xanımı və bu arada Azərbaycanın milli qəhrəmanı vəsilə oldu. Hökmü xanımı da rəhmət və dualarımla anmağı və digərlərini də özümə vəfa borcu bildirəm. Allah Taala sizləri, hər birimizi yerin, göyün bəlasından qorusun. Kövsər müəllim, buyurun. Seyidin, burada məsələ belədir. Təyyarədə yüksək sürətlə bir yerdən bir yerə hərəkət edilir və orada bəzən belə deyək, saatların dəyişməsi təyyarə sürətindən asılı olaraq fərqli ola bilir. Yəni, siz burada bir dəqiqədəykən bir müddət sonra başqa yerdə başqa dəqiqədə ola bilərsiniz. İstiqamət dəyişir. Bəli. Üstəlik təyyarədəykən üfüq xətti tamam başqa olur. Yəni, sizin gördüyünüz işıqlı vəziyyətlə yerdəki vəziyyət eyni olmaya bilər. Bu baxımdan biz yerdəki vəziyyəti əsas götürürük. Yəni, mövcud coğrafiyadakı vəziyyəti əsas götürürük. Sizin təyyarədə olmağınız, günəşi gözünüzlə müşahidə edirsiniz və ya etmirsiniz, aydınlıq görürsünüz və ya görmürsünüz. Bundan asılı olmayaraq, çünki bu müəyyən problemlərə gətirib çıxara bilər. Aid olduğunuz şəhərə uyğun təqvimlə orucunuzu aça bilərsiniz və bunda da heç bir problem yoxdur. Yəni, orada istiqamət fərqi artıq əhəmiyyətini itirir belə deyək. Bəli. Təşəkkür edirəm, layiqli bir cavabdır. Buyurun, xanım redaktor. Salam, axşamınız xeyir olsun. Mənim sizə belə bir sualım var. Evdə bir nəfər orucludur, digərlərinin ona qarşı çıxması nə dərəcədə düzgündür? O orucun pozulmasına bir təsiri varmı, yoxmu? Xahiş edirəm, bu haqda məni cavablandırardınız. Əvvəlcədən öz təşəkkürümü bildirirəm. Allah razı olsun, hörmətli Elnura xanım. Kimsə ailədə bir nəfər oruç tutursa, digərlərinin oruç tutmağa münasibəti nə olursa olsun, onun oruç tutmaq hüququnu əlindən almamalıdırlar. Amma xüsusi bir təzyiq göstərilirlərsə və yaxud oruç tutanı əgər mənəvi təzyiqə və yaxud təsirə məruz qoyulurlarsa, o şəxs özü bu problemi öhdəsindən gələ bilirsə, həll edə bilirsə, orucu onun davam edə bilər. Bunda hər hansı bir problem yoxdur. Onun məruz qaldığı təzyiqlər onun orucunu pozmaz. Ancaq savabı da 2 qat olar. Bəli. Belə söyləyə bilərik də. Minnətdarım, layiqli bir cavabdır. Buyurun. Salam, vaxtınız xeyir. Studiyada olan bütün qonaqları salamlayıram. Allah bütün oruç tutanların oruçlarını, namazlarını qəbul eləsin. Allah bütün oruç tutanların arzularını, istəklərini, dualarını yerinə yetirsin. Allah Azərbaycan xalqını qorusun. Mənim sizə bir sualım var idi. Zəhmət olmasa mənim sualımı cavablandırardınız. Əgər bir insan ağrıyırsa, onun oruç tutmağı nə dərəcədə düzgündür və o oruç tutandan sonra da oruç tutana qədərən canı ağrımayıb, oruç tutandan sonra onun canı ağrıyıbsa, o orucu axıra qədərən davam etdirə bilərmi? Və onun canı ağrıyırsa, onun nə dərəcədə oruç tutmağı düzgündür? Zəhmət olmasa mənim bu sualımı cavablandırardınız. Başdan təşəkkür edirəm, çox sağ olun. Biz sizə təşəkkür edirik. Allah Taala xalqımıza dərd verib, dərman axtartmasın. Kövsər müəllim, buyurun.
Oruç tutanlar Çox üçün, üzrəsən vacib bir sual. Bəli, xəstə olanlar üçün orucun üzürlü sayıldığından biz bəhs eləmişdik. Quran-ı Kərim ayəsinə görə sizdən hər kim xəstədirsə və ya səfərdədirsə tutmadığı günləri başqa günlərdə tuta bilər. Amma bəzən nəyin şahidi oluruq? Səhhətində müəyyən problemlər olan insanlar belə israrla oruç tutmaq istəyirlər. Yəni deyirlər ki, mənə bir şey olmaz, heç bir şey olmaz, mən oruçdan mənəvi güc tapıram, ona görə orucu tutmağa davam edirəm. Əgər oruç tutmağa gücü yetirsə və səhhətində daha başqa problemlərə səbəb olmursa, orucunu tuta bilər. Deyir, pisləşir sonra. Amma insanın oruç nəticəsində vəziyyəti ağırlaşırsa, onda daha qalıcı izlərə, xəstəliklərə səbəb ola bilərsə, məsləhətdir ki, orucunu tutmasın. Amma yəni orucu tutduğu üçün günahdır demək də yanlışdır. Buna günah da deyə bilmirik. Çünki belə bir deyim də var. Yəni sən xəstəsən, sənin bu şəkildə oruç tutman günahdır. Günah deyil. O Allaha bir yönəlmədir. Nəticə itibarilə onun üçün üzür var. Tuta bildiyi qədər tutar. Tuta bilmədiyi qədər də istədiyi zamanda açar və ya qəzasını başqa zamanlarda qılar. Mükəmməl bir cavabdır. Orucu əvəzləyən Seydim, bunu da əlavə edeyim. Allah oruc savabı qədər başqa bir alternativ təqdim edilir. Deyir ki, əgər oruç tuta bilmirsinizsə, fidyə verin. Elədir. Yəni bir yoxsulu doyurun tutmadığınız günə görə və ya bir ay boyunca tuta bilmirsinizsə, günlərin sayına görə 30 nəfəri doyurun. Bunu etdiyiniz zaman oruç tutanın savabı qədər savab almış olursunuz. Yəni oruc ibadətini bir baxıma yerinə yetirmiş sayılırsınız. Allah razı olsun. Demək olar ki, İnamın işığında sizlərlə bərabər hər canlı efirimizdə Feyruz müəllim, mən çağırış edirəm ki, unutmayın ki, Allahın bütün hökmləri inrixam, bəndənin mənafeyini hesablanıb. Elə hədislərin işığına baxdıqda bunu görürük. Gönüllərin sultanının bizlərə mesajlarını təqib etdiksə, izlədiksə. Amma bəzi insanlarımız var, sağlıq və səhhəti yerində deyil. Biz bu monitorinqə aparırıq. Gecəni səhərə qədər o sualları xanım doktor baxır, araşdırır komanda üzvləri ilə. Görürük ki, bir deyil, 10 deyil, yüzlərlə insanlarımız xəstə olduğu halda israr edirlər və oruç tutacaqlarını bildirirlər. Mən isə deyirəm ki, onlara belə cavablandırmalıyıq ki, siz etibar etdiyiniz inaslı bir həkimə müraciət edin. Əgər sağlığınız, səhhətiniz üçün ziyanlıdırsa, can Allahın əmanətidir. Bunu etməyin. Çünki keçən dəfə ya siz, ya deyəsən bir Niyaz müəllim olan və elə siz bərabər ediniz. Orada biz belə çağırış etdik ki, burada artıq həkimin sözü din aliminin, din böyüyünün və ya hansı görüş mənsubusan fərqi yoxdur. Ondan daha keçərlidir. Çünki bir də ki, bir məsələ var. Hər kəs öz canının belə el sözündə həkimidir. Hər kəs bilir ki, onun canındakı hansı ağrı var, acı var, Allah ağrı-acıdan bütün xalqımızı mühafizə etsin. Amma məncə bu israr etmək də doğru yanaşma deyil. Çünki Allah mərhəmətlidir, bizlər üçün yollar qoyub, izin verib. Amma kimlərsə ki, Ramazanın sehrində buna cəhd edirsə və canı ağrıyırsa, israr edirsə, mən başqa söz söyləyə bilmirəm. Təbii ki, siz söylədiniz. Təşəkkür edirəm. Buyurun. Axşamınız xeyir olsun. İnam verilişi. Mən bu verilişə hər gün baxıram. Astarxandan, Rasiyadan. Yəni ki, mən xahiş edirəm, bu sualımı cavablandırasınız. Mən tutmamışam. Yəni ki, bir balaca xəstələnirəm də tez-tez. Ona görə həkim icazə vermir. Amma ürəyimdən atlanır ki, mən heç olmasa bu orucun 5 gün tuta bilərəm, 10 gün tuta bilərəm. Bunu tuta bilərəmmi? Ona mənə bir cəzası yoxdur ki, bu barədə mənə bir aydınlıq gətirəsiniz. Bu başdan sizə minnətdarlığımı bildirirəm. Əziz iman yiyələri. Çox sağ olun, əziz iman yiyələri. Çox gözəl bir ifadədir. El sözüdür. Allah razı olsun. Təşəkkür edirik Astarxandan söylədi. Bizi Feyruz müəllim, 10 minlərlə qürbət ellərdən izləyən izləyicilərimiz var. Təşəkkür göndərirlər. Allah onların hər birini, eləcə də bu an bizi izləyən, izləməyən, dininə, dövlətinə, bayrağına sevdalı olan bütün soydaşlarımızı Allah Taala mühafizə edərək öz əmanətində saxlasın. Elnura xanım cavablandırsın. Təşəkkür edirəm. Müsət. Xanımın saf niyyəti, təmiz, ixlaslı şəkildə oruç tutmaq istəməsi, amma buna xəstəliyinin mane olması
həlli olan, dində həlli olan bir məsələdir. Çünki o istəyir oruç tutmaq, amma həkimin icazə verdiyi bir müddət varsa, konkret olaraq 3 gün, 5 gün varsa onu tutsun, geri qalan günlərin fidyəsini versin. Yəni yenə eyni savabı qazanmış olacaq. Önəmli odur ki, xanım bunu istəyir, bacara bildiyi qədər də tutur. Təşəkkür edirəm. Könüllərin sultanı nə gözəl söylədi. Sevən sevdiyinin tənidir, bərabəridir. 8 dəqiqəmiz var. Sponsora keçid etsək neçə dəqiqəmiz gedir? Sponsora keçid edək, onların da haqqına girməyək. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. Allah var etsin. Əziz ustadlar, elə isə söz sizin olsun. Gecə gündüz mənim ibadətimdir. Şikəstə vaqfəm səndən, şikəstə vaqfəm səndən,
hər kimə eyləsəm şikayətimdir. Aman aman, Allah sizdən razı olsun, var olun. Azərbaycan mədəniyyətində, Azərbaycan musiqisində uzun-uzun, neçə-neçə onurlar içərisində elə inamın da işığında gəlin Ramazanın fəzilətlərini necə dəyərli ilahiyyatçilərimizlə, alimlərimizlə bölüşürük. Sizlər də gəlin ruhumuzu bəzəyin, xalqımızın ruhunu bəzəyin. Nə qədərimiz var, xanım redaktor? Mən sizlərin hər birinizə təşəkkür edirəm. Allah sizlərdən razı olsun. Çox dəyərli Elnura müəllimə, var olun, yenə gəldiniz və xüsusi bu 8 mart günündə sizin burada iştirakınızdan mən ayrıca məmnunam. Və bir təbrik edirəm İnam komandasını artıq bu gündən həm də Elnura xanım İnam komandasının üzvüdür. Var olasınız, bu da bizim üçün uğurdur. Kövsər müəllim, məncə sizə təşəkkürü Ramazanın sonuna doğru etməliyik. Allah razı olsun, siz gecə bilmirsiniz, gündüz bilmirsiniz, Azərbaycanın dini camiyyəsi adına gəlirsiniz, fəzilətləri, İslamın doğrularını insanlarımıza çatdırırsınız. Allah bu yolda uğurlarımızı bol etsin. Bir daha hər birinizə təşəkkür edirəm, var olasınız. Əziz və vəfalı inamsevərlər, sonuna qədər bizə dəyər verərək bizi izləyənlər. Bilirəm, minlərlə suallarımız var. Haqqınızı halal edin. Allahın izni, Azərbaycan dövlətinin himayəsi ilə biz yenə də İmsaka doğru saat 4-də uzaqda deyilik, Space televiziyasındayıq. Sizlərin suallarını cavablandırmaq üçün gələcəyik. Allah oruç və namazlarınızı qəbul etsin. Hər birinizin dualarınızda olmaq istəyi ilə sizlərdən ayrılıram. Allaha əmanət olun. Uca, əziz Rəbbimiz canımız, can, Azərbaycanımızı qorusun.